Allahdan qorxmuram, vicdanımdan qorxuram. Ümumiyyətlə, dinə bağlı insansınız. Dindən Namaz, qorxuram. Mənə böyük imkan oruc. verirlər. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikəcək. Hətta, bəli. Niyə? Mən ən Dinə böyük mi inanmırsınız, dindarlara mı inanmırsınız? dindarlara inanmıram. Mənə ən böyük zərbələr dindarlar. Neyiniblər ki siz? Aldadırlar. Ya siz haram, dindarlar haram. Yəni harada İş kəskin? birliyi. Siz təsəvvür eləyin ki, bir şirkət var idi, onların müqaviləsini gətirib verirəm. O həmən o şəhid ailəsi deyilsən anlanıb. Həmən onun müqaviləsinin başında yazır ki, müqaviləni yazıram Allahın adı ilə. Bismillahirrahmanirrahim. Ya Allah, kömək ol. İndi onu gətirib deyək, mən deyər, o müqaviləsini gətirib sizə kopyasını verə bilərəm. Səni alladan adamın kimdə alladı? Prokuror da alladı, hüquqşünas da alladı. Ya o Bismillahirrahmanirrahim. Bəli. Bəs o adamlar da gəlir mənim üstümə. Deyirəm, biz dini dövlət deyilik. Siz onu Bismillahirrahmanirrahim, Allah kömək ol deyəndə, bəs bilmirdiniz bu qanunsuzdur, düz deyil. Bəs sən hüquqşünassan, sən müstəntiqsən, sən yuristsən. Amma Azərbaycanda son illər dindarlıq çox geniş yayılıb, bilirsiniz yəqin ki. Yəni oruç tutanların sayı O da artır, həccə gedənlərin. ən böyük təhlükədir. Təhlükə.